subay olan bir insan əgər ailə qurmaq istəyirsə, baxmalıdır öz atasına, anasına, bacı qardaşına, öz ailəsinə, öz ailəsində aldığı tərbiyə, görməlidir anası atasına necə rəftar edir evdə, ailə bir-birinə necə rəftar edir evdə. Əgər gözəl tərbiyələri varsa, bəli, gedib hansısa bir kişinin qızını alıb gətirər öz evinə. Amma almamışdan da özə həmən o kişinin qızının evini, ailəsini araşdırmalıdır. Görək onların ailəsi də bu evlənmək istəyən oğlanın ailəsi kimi mehriban, tərbiyəli, hörmətli ailədir yoxsa yox. Bunu araşdırmalıdır. Araşdırandan sonra gedib ailə qura bilər. Ailə qurmaqda hasan bir şey deyil. Şərt o deyil ki, kimisə qızını alıb gətirərsən, evdə öpərsən, bir kişidə çörək verəsən, ailə ilə deməkdir. Onlar ailə sayılmır. Onlar öz nəfslərinin hələ ki qurbanı olmaq deməkdir. Nəfslər nədir? Qucaqlayaram, öpərəm, ailəm olsun, evim, yanımda arvadım olsun, gecə əylənməyə, günü söhbət eləməyə yanımda adamım olsun. Bu başqa məsələdir. Ailə burada başlayır. Övlad olanda ailə başlayır. Övlad olanda o arvad artıq evlənib fərə, onların övladları olub. Onlar əl-ələ verib övladı qoruyub saxlayıb, gözəl tərbiyə ilə böyütməlidirlər. Və o uşaq düz böyüyənə qədər, evvelki olana qədər onlar güclü məsuliyyət daşımalı olur. Ailə saxlamaq hasan şey deyil. Bu bir, mən qısa danışıram. İkinci, yox, əgər bilməyib gedib kimsə qızını alıb gətirirlər, ya bilmirsə kimsə qız gəlir hansısa bir oğlanın evinə ərə düşür. İndi bilmədən, fikirləşmədən, elə olursa, indi yenə də o qız gəlir düşdüyü ev tərbiyəli edirsə, qız axmaqdırsa, qız orada düzəlməlidir. Yox, qız tərbiyəli evdən gəlir düşürsə, axmaq gədən ailəsinə, oradan qız qaçmalıdır. Əgər qız tərbiyəlidirsə, gəlir düşürsə, axmaq bir ailənin içinə, qız oradan qaçmalıdır. Çünki o boyda ailənin o qız düzəldə bilməz. Yox, qızın da qanında varsa axmaqlıq gəlib görsə ki, axmaq bir ailədir, qız ondan da betər. Orada bəxt açılacaq ki, mən belirsin axtardım, məndən betər bir bəzzatlar. O da qız da orada səmərəli istifadəsini edəcəkdir. Bax, söhbət budur. Yaxşı olar ki, el elə sığar, ev evə sığmaz. Yaxşı olar ki, insan ailə quranda çəkilib qıraqda yaşasa daha hörmətli olarlar. Daha hörmətli olarlar. O babalı getdi, o vaxtlar idi. Gəlin ərə gəlirdi, ailə, qaynata, qaynana hamı bir yaşayırdı. O qədər mehriban, o qədər şən, birinin çıtırıq səsi də o otağa keçmirdi. O bizim sözlü söyüşü bu otağa keçməzdi. Yəni söyüş olmayan evdə heç məsələ gətirəm söyüşü. Yəni söhbətləri bu otağa keçməzdi. Abır, ismət, yəni hər kəs öz ağzını danışığın, gelişin bilən, o qaldı o vaxtları. İndi məsələn, yaxşı olar ki, kimsə ailə qurursa, çəkilsin qırağa bir o evdən zaten alsın. İndi evlənməmişdən öncə ev almış olsa daha yaxşı olar. Ev də almayıbsa, tez bazar evlənirsə, nəyə görəsə, kiraya qala-qala özünə günahlanması daha yaxşı olardı ki, ailədə söz-söhbət olmasın. İnsan birinci hörmətli qalmalıdır. İnsan birinci hörmətli qalmalıdır. Qaldı ki, ərlə arvad arasında olan münasibət, bunların hörmətləri də, sevgisi də qarşılıqlı olmalıdır. Necə kişi qadını sevirsə, ona məhəbbətini göstərirsə, elə də qadın ona göstərməlidir. Hələ qadın ona 2 qat göstərməlidir. Çünki kişi qadını alıb saxlamağa, alıb onun namusunu, qeyrətini qorumağa, saxlayıb onun Allahın izi ilə arzularını yerinə yetirməyə gücü çatdığı qədər. Tək arvad arzusudur ki, kişinin öz arzuları vardır. Bəs onu kim yerinə yetirməlidir? Kişi üçün iki tərəfli naqruzkadır. Həm qadın arzusunu yerinə yetirməlidir, həm də öz arzusunu. Yəni bu divayını o kişiyə yük olan bir şeydir. Arvad əl-ələ verəndə asli demək olar ki, Allah da neymətlər göndərər, hər şey Allahın dolandı. Hər bir şey, hamımız Allah'a möhtacıq. Ona görə də qarşılıqlı olmalıdır. Sevgi, məhəbbət qarşılıqlı olmalıdır. Kişi evdən çıxanda arvad durub uşağa baxmalıdır, evi yığışdırmalıdır, çörək hazırlamalıdır ki, ərim gələcək, ərimin qulluğunda duracaq, yorğun gələcək, işlərin gələcəkdir. Bu sevgidir, bu ailə can yandırmağıdır, bu məhəbbətdir. Yoxsa ərim getdi, dalınca bir daş geçsin, mən də tez götürüm, çıxım çölə görüm özümə kimi tapa bilirəm. Bir yəngə yollar var, o qədər şeylə görmüşük. Uşaq saat deyil ki, hamısı göz qabağında olan şeylərdir. O ki, tərbiyəsiz ailədir o ailə.
Yani mesela arvad evdardır, kişi çıxır gedir başqa arvadının dalına düşür. Orada əylənmə, burada əylənmə. Axşama gəldə yeyir, gəlib onu arvadı vecinə dalmış. O da tərbiyəsiz ailədir. Yəni bunlar hamısı göz qabağında olan şeydir, görmüşük də. Bunu hamı da görübdür. Mən əsl arvaddan, kişidən danışıram ki, qadın kişisinin başına pərvana kimi dolanmalıdır. Kişi də o qadına xəyanət eləməməlidir. İstər maddi cəhətdən, istər mənəvi cəhətdən. O da evdar olmalıdır ki, ev can başdan evi sevməlidir, ailəsini sevməlidir. Gedib Allah verəndən qazanıb gətirib qoymalıdır arvadın qabağına. Cala pişir, uşağıma da bax, mənə də bax. Yəni hərənin öz vəzifəsi var. Öz vəzifəsində ciddi olmalıdır. Da qəlblərində biclik keçireyim, bir cəngəli edeyim, belə edeyim, da belə ailə olmur. Bu heç vaxt belə ailə olmur. Bir qadın ki, bir kişidə gözü varsa, bilsin ki, o kişinin arvadı da var, sevgisi de var, ailesi de var, o cındır kimi baxır. Özünü cındır kimi günə salır kimsə qarşısında. Yəni, bu bütün qadın bilməlidir. O eyni də onun kişi bilməlidir elə. Hər kəsin evində sevgisi de var, hörmət elədiyi də var. O evindən başqa kim kimlə görüşürsə, kim kimə hinci o nəsibə demiş, bilsin ki, birbirini kanalizasiyadan axan nəziz kimi görürlər, bir-birlərini heyli günə salırlar, nəziz gününə salırlar. Yəni, onu bilsinlər. Bunu hamı bilsin. Vəssalam. Şeytanın da olduğunu hamı bilir ki, dünyada şeytan var. Bilsinlər ki, şeytan da insanın elə birinci növbədə yoldan çıxardan şeytanın özüdür. Çalışın şeytandan uzaq olun. Şeytandan uzaq edən bizi bir yol var. Bir yol var, o da ibadətdir, Allah'a sığınmaqdır. Yəni, ağıllı adamlar bundan istifadə edir. Vəssalam. Bax, budur söhbət, qardaş. Şüşə söhbətlərin gəlib ailədə danışmazlar. Bazar söhbətlərin gəlib ailədə danışmazlar. Evə girdin, Allahın adı çəkilməlidir. Evdən çıxdın, Allahın adı çəkilməlidir. Evdə oturub çörək yeyirsinizsə, əzan verilməlidir. Quran səsi gəlməlidir. Dualar eləməlisiniz. Bu dünyada biz qonağıq. Son dönüşümüz də Allahadır. Bu dünyada nə qədər yaşayırsansa, nə qədər ömrün varsa, çalış Allahın əmrlərinə tabi ol və Allah dediklərini yığcınla ki, gedəndə aparıb Allahın qarşısına qoyacaqsan. Deyəcəksən, ya Rəbbim, mən nə dedim, hamısını yığdım, getdim. Gözəl əməllər, gözəl dualar, namazlarım, ibadətlərim, nə dedim, götürdüm, gəldim Allahım. Vəssalam. Yəni, götürüb gətirmək o mənada ki, əlində aparmayasan, sənin ruhun qazanacaq onu. Sənin ruhun qazanacaq. Bizi bu danışdıran, bizi bu yaşadan həyatda Allahın izinə ruhumuzdur. Ama bu ruhumuz qazanacaqdır. Xoş əməllər, əxlaq, tərbiyə, mədəniyyət və Allahın kəlamlarına rəayətlə yerinə yetirmək, qaydanla yerinə yetirmək, Quran oxumaq. Əgər Allah bizi bu dünyaya, imtihana qoyursa, biz imtihanla mütləq qurtarmalıyıq özümüzü. İmtihana da qurtarmağın bütün yolların hamısını əlhəmdülillah uşaq da bilir, böyük də bilir, qadın da bilir, kişi də bilir, hamı bilir ki. Allah bizdən nə istəyib və necə də axirətdə nə baş verəcəkdə hamısı çox qəşəng bilirik. Cənnəti də cəhənnəmi də hamı eşidib bilir. İnanan inanacaq, inanmayan da aynı özü bilər. Bax, söhbət budur, qardaş. Övladlarınıza diqqətlə tərbiyə verməlisiniz ki, səhər uçuruma düşməyəsiniz. Övladına səhv tərbiyə versəniz, o da böyük sizə düşmən olacaq. Birinci düşməniniz övladınız olacaq. Onu yadınıza saxlayın. Qadın kişinin tərbiyəsini götürməlidir, kişi də qadının tərbiyəsini götürməlidir. Əl-ələ verib uşağı saxlamalıdır, uşaq da anan atanın tərbiyəsini götürməlidir. Yox, kişi gedib dədəsinin tərbiyəsindən yaşatsa öz ailəsini, qadın gedib öz anasını, öz bayısını, öz padruqalarını xasiyyətində yaşatsa o ev dağılır. O ev 100% dağılır, o evdən ev olmaz, o evdə doğulan uşaqdan da uşaq olmaz həyatda. Birinci o tərbiyəsiz ailədən gələn və düzgün uşaqlarının tərbiyə yönətmədiyi, doğru yola yönətmədiyin aqibətləridir. Doğru yol nədir? Allah'ın yolu. Dünyada yer kürəsində Allah'ın doğru yoluna başka bir doğru yol var dünyada. Yoktur. Yoktur, ola da bilməz. Doğru yolu qoy. Nə görə başka əylər yollar fikirləşir insan? Deməli şeytan fikirləşdirir də. Şeytan insan hazırlanır, durur qırağa, vay həmən insanın günündən. Bax, söhbət budur. İnsanın da oyanmasının yaşına baxmayaraq, istən 50 yaşında oyan, istən 30 yaşında oyan. Oyandığın gündən düş Allah'ın yoluna, bəlkə nicat taparsan. İstər qız, istər kişi, əsl insan özünə hörmət qoymalıdır. Həm küçədə, həm işlədiyi yerdə, iş yerində, həm ailəsində, həm qohum-qarəbəsində insan özünə hörmət qoymalıdır. Hörmət qoyan insan, özünü hörməti tutan insan həmişə sayılar, həmişə də insanlar onlardan ibrət götürərlər. Hörmətsiz insan, təkəbbürlü insan, özünü belə razı sayıb, atdan qeyrət edən insanları tutulur zibxanıya. Onları şədir pişik də saymaz.
Elə ata var ki, alkaş. Heç bilmir ailəsi necə olubdu, bilmir oğlu necə böyüyübdü. Gedir oğlu, bir dənə yazıq oğlu gedir, bir dənə qızı sevir gətirir. Baxan alkaş, beqeylət kişi oğlun arvadına da baxır, beqeylət kimi baxır. Yəni ona görə o ailə quranda insan yenə deyirəm, birinci öz ailəsinin tərbiyəsinə baxmalı ki, bu evə kimisə günahsız qızını gətirmək olar, yoxsa yox. Yəni belə olur ki, ailələr dağılır, belə olur ki, bıçaqlaşma əmələ gəlir, belə olur ki, iki ev arasında qan suyu axır. Ona görə də ailə qurmaq elə belə şey deyil. Kimsə gelib namusla oynamaq, bu düzgün iş deyil. O olur, belə şey də olur ki, gedirsən bir kişinin qızını alırsan, gətirirsən ki, bu qızı çəkib qırağa gözəl ailə qurasan. İndi könlün bu qıza düşüb, istəyirsən ki, bu qızdan xoşbəxt olasan. Əgər qız səni sevirsə, qız sana dəyər verirsə, qız doğrudan da sənə aşıqdırsə, sən də qıza doğrudan da aşıqsənsə, onu sevirsənsə, əlhəmdülillah. Allah hər şeydə kömək olar, sizi xoşbəxt edər. Yox, qız gəlirsə, görür ki, oğlan qəlbi təmiz, canlara dəyən oğlandır, amma o qədər sadəlövdür ki, pis deyib qədəni dolamaq olar. Qız başlayır qədəni məzələnməyə. Cədənin pulundan, cədənin eşək kimi işləməklə istifadə edirsə, həmən də bax, həmən qızı ki, Allah zəll eləyir, geçdiniz, həmən oğlan da başına daş düşsün ki, hələ indiyənə qədər oyanmayıb, özünü mal kimi aparıb ayıb olmasın. Bir sağına soğuna baxıb oyanmayıb. Yəni, belə şeylər də var. Ona görə də gələk dilibalı ola, insan həyata bir göz açıq ola. İnsan da gözünü açan kimdir? Allah. Allah'a sığınırsan, Allah hər tərəfdən sənin gözünü açır, sənə yol göstərir. Çünki bizim sahibimiz Allah'tır. Bak söhbət bundan gedir. Yine de çok tanıştık da gel çünkü Allah'a tərəf. Yine de sığınacaq Allah'a. Yəyimiz Allah'tır. Atamız, anamız bizi gətirib vasitə deyil. Yəyimiz Allah'tır bizim. Əsas yəyimiz bizim Allah. Çünki atamız, anamız da yəyisi Allah'tır. Ata, ana da yaxşı olanda deməli, əlhəmdülillah, Allah'a sığınırlar. Pis olanda deməli, ata, ananı da şeytan idarə edibdir. Bəs salam, söhbət budur. Ona görə də gələk insan ağıllı ola. Gündə namazını qıla, 5 kərə namazını qıl. Allah adı seçilən yerdə şeytan olmaz. Namaz qılınan yerdə, əzan oxunan yerdə şeytan olmaz. Bunu tabi kör da bilir, çar da bilir. Tabi dünya bildi də. İbadət edin, Allah'a sığının və bismillahla yaşayın həyatda. Əxlaqla tərbiyə edin, Allah sizə ruzu bərəkət verəcək. Yerin gözü sahibi Allah'tır, ruzu bərəkət verən Allah'tır. İnsanı xoşbəxt edən də Allah'tır. Arzuların sahibi kimdir? Qəlbimizin sahibi kimdir? Hara pişirsən Allah'tır da. Allah'a sığın ki, Allah da səni sevsin də. Sən necə sevərsən Allah, Allah da səni necə sevər də. Ayda bir dəfə Allah yadına düşürsə, ayda bir dəfə də bir çiçək çörək verəcək, yiyəcəksən. Görmətən doyursan onunla, nətə yaşayırsan. Hər gün sev ki Allah'ı, hər gün də sana Allah nəzarət eləsin də. Yəni belə şeylər var, diqqətli olmaq lazımdır. Tutalım, oğlunuz böyüdü, ya sənin, ya mənim, ya başqasının oğlumuz böyüdü. Gedik oğlumuza qız almağa, necə alacaq? Dəyiş ekinəm götürkən kimin qızını gətirək ki, saxlayaq. Oğul böyüyəndə gedirsən, deyirsən, ay oğul, kimi sevirsən, deyib falan kəsin, bir dəqiqə deyən gidək bir araşdıraq. Görək bu kimin qızıdır? Bəlkə ailəsi beqeyrət ailədir. Bəlkə ailəsi tərtəmiz, gözəl ailədir, qızın özü axmaqdır. Bunu bir araşdırmaq lazımdır. Qız nə tərbiyə alıbdır, qızın öz yolu necədir? Qız nə cür böyüyü o yaşa qədər gəlibdir? Bu qızın qardaşı atası necə baxıb bu qıza? Özləri necə tərbiyə elədilər? Necə hörmətli ailədilər? Qonşulardan soruşmaq lazım. Onlar necə ailədilər? Yüz ölçüb bir biçərlər. Yəni bu belə bir söhbət deyil. Çor-çorana yaşayan insanlar da elə bəxt haliyyədə çor-çoran olacaqdır. Çor-çoranda kim olur? Şeytan idarə edir də çor-çoranında. Yəni ayıq olmaq lazımdır, ağıllı olmaq lazımdır. Hər cəhətdən. Yaxşı insanın yaxşı dostları olur. Yaxşı ailənin yaxşı ailəvi dostları olur. Ən dostların da şahı Allah'tır. Hökm verən də Allah'tır. Hakim də Allah'tır. Ən düzünü, ən gözəli Allah'tır. Yerin göğü sahibi olan Allah'tır. Allah'a sığınanda Allah gözəl dost da çıxardır adamın qabağına. Allah'a sığınanda gözəl ailəvi dost çıxardır nümunə olaraq bir-birinə. Nümunə olaraq bir-birinə Allah hər şeyi göstər edir. Şeytana qulluq edənlərin də qarşısına şeytanla çıxır. Çünki şeytanın kurumu şeytandır da. Yəni insan gərək ağıllı olsun. Özünü sev, özünə hörmət qoy ki, sən də sevgini başqasına verə bilərsən, başqasına hörmət qoya bilərsən. Özünü axmaq kimi yaşadan insan qarşılaşanda axmaq kimi baxar. Onda üstü açılar, çox keçməz. Axmaq oyunu,
Günü 40 gündür. 40 gündən sonra çıxır ortalığa. Heç 40 gün keçmir. Çıxır hamısı otağa. Kimin necə xasiyyətdə, niyyəti olduğu hamısı ortalığa çıxır, görünür hamısı. Yadında qalsın. Hər kəsin qəlbində nə varsa, o mütləq heç əməlində görünür. Heç kəsin gizlədə bilmir. Allah ona imkan verməz ki, kimsə axıra qədər nəsə gizlədə. Hər şey açılır. Hər şey açılır. Gec-tez var. Səbir edin, Allah'a sığının, əl-ələ verin. Bir-birinizi sevərək, heç kəsin fitvasına, heç kəsin trikasına getməyin. Kiməsə də baxıb, deməyin biz onlara oxşamaq istəyir. Hər hənin salihi var. Adam var 2 mərtəbəli də yaşayır, adam var 1 mərtəbəli də yaşayır. Adam var kəskin yaşayır, adam var ispatin formada yaşayır. Özünüzə işinizə oxşatmayın. Nə varsınızsa, elə də siz özünüz yaşayın. Əsas odur ki, əməli salih yaşayın. Allah'a sığının yaşayın. Birinin samolyotu var, birinin masaskeleti var, birinin vesoveti var, birinin işi yoxdur. Ne olsun? O Allah'ın verdiği nimettir. Allah özü bilir kimə nə qədər nimət vermək lazımdır. Kimisə varına dövlətlə baxıb, dava salmaq lazımdır. Mən də elə var olmaq istəyirəm. Ağaca çıxdım, mən də. Ağaca elə oğul çıxa bilmir. Çıxanda da çoğu əli boş düşür. Hər zaman nəsib olur, çıxıb oradan meyvə dələ düşür. Məsələ gətirirlər ki, biləsiz yəni. Ağıllı olmaq lazımdır. Allah özü bilir kimi yaradıb, kimin talihinə nə yazıbdır. Özünüzdən burada fokus vermək lazımdır. Fokus çıxardarsınız, fokusun açısından şeytan istifadə edir, ananızı ağladar, qoyar böyürsün. Onsa elə cəmatın anası ağlar qalıb, qalıb düzlərdə. Görünən başımıza nələr gələcəkdir. Çünki şeytana sığınmış, Allah'a yox. Dilimizdə Allah'dır, qəlbimizdə şeytan saxlayır, bəsləyirik, yuva salır. Gör başımıza nələr gələcək, hələ alasıdır. Ağıllı insan tez oyanar, tez özünə gün ağlayar. Vəssalam. Başımıza nələr gəlib və nələr də gəlirsə, hamısı öz günahlarımızdır. Öz günahlarımızdır. Ona görə də bax belə günahlarımızın ağrısını çəkirik və axirətə də Allah cəzamızı verəcək. Mütləq hər kəs öz cəzasına çatacaq. Bu belə olub, belə də olacaqdır.